Səs. Yaxından uzaqdan gələnlər. Bugün məclisə Gəncədən gələn. bizdə videoların hamısı elədir. Bizə mən nə günə qoyurlar. Zuluma qoyurlar mən təmiz. O şəkil bir şey məzələnmək üçün qoyur. Bu bir şey. Bir də görsən nə bilim orada deyirəm ki, mən niyə belə çəksin? Görürsən mən nə gündəyəm. Əsas məsələdən uzaqlaşmır. Yox, qız çəkir belə. Deyirəm mən niyə çəksən? Yusuf doktoru çəkdiyində bax o yaraşıqlı oğlandı. Mən gün nə gündəyəm. Bəzənəndə bir şey oxşamıram. Götürüb onu qoyub altına yazıyor doktor nervlənəcək amma da qoyub o cəmaət ona baxır. Cəmaət elə ona baxırdı. Giriş edim. Gir abi. Gir. Girin. Bugünkü qonağımız dəyərli həm yaxın dostum, həm də dəyərli hocamız Seymur doktordur. Seymur doktorla birlikdə bugün damar cərrahı ilə bir fizioterapevtin multidisipliner, yəni ortaq necə xəstə müalicəsində faydası olar, ondan danışacağıq. Mən istəyirəm doktor özünü təqdim eləsin. Həm aslında doktoru tanıyırlar, amma yenə də giriş yapsın. Tamam. Mən Seymur Məmmədov Təyyaroğlu, ürək damar cərrahıyam və ən çox varikoz venaların müalicəsindən məşğul oluruq hal-hazırda. Daha əvvəl başqa açıq ürək əməliyyatları, aort xəstəlikləri, arterial xəstəliklər bunların hamısından məşğul olmuşuq və əməliyyat eləmişik. Amma indi axır vaxtlar son 3 ildir ən çox varikoz venalarla məşğul oluruq və təbii ki aşağı ətrafların venoz problemlərinlə məşğul olduğumuz müddətdə də durmadan qabağımıza lenf ödəmli, lipoödəmli xəstələr də çox müraciət olur. Onda da bizim təbii ki ayrılmaz parçamız, vazkeçilməz yerimiz fizioterapiya olur. Yaxşı ki fizioterapevtlər var. Buyurun. Çok güzel bir bağlama oldu. Doktor, mən istəyirəm ki, öncə bir neçə problem haqqında belə qısa bir məlumat versəniz, həm xəstələr məlumatlanmış olur. Biraz daha belə, məncə daha loru dildə getsək, daha məncə başa düşülən olur. Çünki bizim amacımız burada həkimləri yox, xəstələri məlumatlandırmaq. O da bəzən olur ki, məsələn, çox belə tibbi terminlərlə gedirik. Özümüzdən başqa çox belə başa düşülmür. Ona görə daha belə sadə dillərlə desək daha yaxşı olur. Ya təbii ki, indi biz nəticə etibarilə bu danışığımızı hər hansı bir beynəlxalq platformada bir tibbi konfransda keçirmirik. Yəni təbii ki, məsələn, tibbi konfranslarda danışdığımız kimi bu videoda danışa bilmərik. Ən sadə, ən anlaşılır, hətta 7 yaşında uşağın belə anlaya biləcəyi bir dildə danışmağımız lazımdır ki, özümüzü hər kəsə fikrimizi çatdıra bilək, anlata bilək. Çox gözəl. Doktor, damar cərrahı kimdir? Yəni hansı xəstəlikləri müalicə edir ya da sizə kimlər müraciət edə bilər? Damar cərrahına əslində bir çox xəstə müraciət edir. Təbii ki, biz bunların arasından seçmək məcburiyyətində qalırıq damar xəstəliyi olanların. Çünki nə yazıq ki, məsələn, insanlarda bu məlumat əksikliyi var. Məsələn, hər hansı əyağında bir qıc olma baş verən kimi hamının fikri və iddiası budur ki, damarımın üstünə minib. Yəni bu damar üstünə minməyi söhbətinin olmadığını mən bəzən həqiqətən açıqlamaqda ya da birinə inandırmaqda çox çətinlik çəkdiyim vaxtlar da olur. Yəni başa salırsan ki, damar üstünə minə bilən bir şey deyil. Adam deyir, onda demək ki, bu bilmir. Mən başqa həkimə gedim. Yəni yanaşmada bəzən belə olur insanlarda. Ondan yana əyağında ya da nə bilim hər hansı düzdür damar xəstəliyi bugün sadəcə əyaqda olan bir şey deyil. Nəticə etibarilə karotis də bir damardır ya da subklavia trombozu da bir damar xəstəliyidir ya da nə bilim yəni ən azından cərrahiyyəni maraqlandıran bir bölümdür. Pulmoner emboliya da elədir ya da nə bilim aort disseksiyası ya da nə bilim aort anevrizmasının rüptürü də damar cərrahiyyəsini maraqlandıran bir mövzudur və bunlar tamamilə bir-birindən çox ayrı-ayrı sahələr kimi görünür. Yəni tamamilə xəstələr, yəni bu çox geniş bir sahədir çünki hər tərəfimizdə damar var. Və
damarın özünə görə də ona xüsusi bir yanaşma mövcuddur və ondan yana biz bugün bu damarla əlaqəli bütün sahələrin hamısını saya bilmərik. Amma bizim də ən çox maraqlandığımız sahə varikoz venalar olduğu üçün və ümumən də duyurularımızı, videolarımızı, elanlarımızı ya da xəstənin xəstəyə referansından ortaya çıxan xəstə gəlişlərinin tamamı bizə aşağı ətrafla, yəni ayaqla əlaqəli olur. Və ayaqla əlaqəli hər hansı bir şey də artıq hamının gözündə bir damar xəstəliyi kimi yəni elə təsəvvür eləyib o şəkildə gəlirlər. Ondan yana bəli bizə bir çox növ xəstə müraciət eləyir və biz nə yazıq ki, bunları bölmək məcburiyyətində qalırıq. Sən travmatoloqa get, sən neyrocərraha get, sən fizioterapevtə get. Yəni bir gün baxırsan ki, damar cərrahiyyəsindən çıxıb triyajla məşğulsan, xəstə bölürsən. Yəni ki, çünki məsələn belində bir qrijası olan, yəni da yırtığı olan, biraz da özümüzdə danışaq. Belində yırtığı olan bir xəstə siyatik sinir ağrısıyla gəlir, amma bir gəliş şəkli bizə qardaş, bəs mənim ayağımda damar üstünə minir, gizildiyir, belə olur, elə olur, anlatır. Yəni baxırsan ki, tipik siyataljidir. Yəni siyatik sinir ağrısıdır. Deyirsən ki, tamam o zaman sən neyrocərraha get. Biraz tərəddüdlü baxışlar altında sonradan tamam deyir, neyrocərraha gedir. Ya da nə bilim məsələn alqoloqa göndərdiyimiz xəstələr var. Tamamilə adamın skolyozu var. Bildiyiniz bayağı belindən onurğa sütunundan qaynaqlanan problemi var. Ağrılar ayaqlarına vurur. Biz onları məcburən sizə göndəririk, fizioterapiyaya göndəririk. Gedin fizioterapiya ilə hani mümkün dərəcədə bunu düzəltsinlər, yoluna qoysunlar. Təbii ki, yəni məsələn fizioterapiyaya gələn xəstələr də sonrasında çox təşəkkürlə bizə geri dönürlər. Yəni travmatoloqa həmçinin, çünki ən azından onun doğru adresə getməyini təmin eləmiş olursan. Bəziləri də getmirlər, gedirlər başqa yerlərdə hələ də gəzməyə davam edirlər. Yəni çarəyi damar həkimdə axtarmağa davam edirlər. O da var. Yəni çox bəzi fərqli tərəfli şeylərlə də qarşılaşırıq. Xəstə olur, gəlir ki, sən mənim 18-ci həkimimsən. Deyirəm ki, xoş gəlirsən. İndi fikirləşirəm ki, 19-cu kimi olsun. Yəni ki, bu mümkün deyil. Onu buraxsan da o 40, 50, 70, yəni 100 gəzməyə davam edəcək. Məsələn, bəzən somatizasiya ilə gələn belə görmüşük. Yəni olur. Abi, sizin suallar bilsən nə tərdir? Hamısı otur 2 gün danış tərzi suallarda. Deyirəm. Bas gəlsin. Doktor, varikoz və ven çatışmamazlığının yaranma səbəbləri nələrdir? İnsanlar ən çox bunu ki, niyə olur? Niyə olur? Yaxşı sualdır, amma çox geniş bir sualdır. Varikoz venoz xəstəliyin zəminində, təməlində ya da necə deyirlər, himdə yatan, altında yatan əsas ana səbəb genetikadır. Çünki hamı ayaq üstə durur, hamı hamilə qalır, hamının uzun boy olur, hamı ağır yük qaldırır, amma hamı da varikoz olmur. İndi təbii ki, bütün xanımların, yəni da deyək ki, hani 95%-in bir hamiləlik hekayəsi olur. Amma biz varikozu sadəcə 15%-də rast gəlirik. Çünki bu əsas olan faktor altda yatan genetik səbəblərdir. Genetik səbəblərdə bir çox genin ortaqlaşa ortaya çıxartdığı bir hadisədir. Orada da əslində yata belə, yəni belə bunun ta immunolojik zəmininə endiyimiz zamanda yəni baxırsan ki, yox elastin toxumasının bozuqluğu ya da kollajenin əksikliyi ya da orada iltihabi reaksiyalar kimi bir yığın faktor üst-üstə oturur. Sonra hamının bildiyi bu genetik faktoru qamçılayıb bu xəstəliyi yaradan səbəblər gəlir. Məsələn, uzun boylu olmaq. O tetikləyən sadəcə onda, yəni ortaya çıxaran səbəb aslında var. Bəli, var, əslində var. Amma bu ortaya çıxarmağı rahatlaşdırır, yəni ortaya çıxardır. Örnək verirəm, uzun boylu olmaq. Niyə? Uzun boylu bir adamın normalda bütün mayələr aşağı doğru axmağa çalışır yerin cazibə qüvvəsindən. Mayələrin təzyiqi də birəbir hündürlüyü ilə əlaqəlidir. Yəni mayənin eni, uzunu önəmli faktor deyil təzyiq üçün.
təzyiq mayelərdə hündür, yəni fizikadan, yəni orta məktəb fizikasından bilir ki, mayələrin təzyiqi hündürlüyü ilə əlaqəlidir, birə-bir. O da hündür boylu bir adamın ən aşağıdakı venasının təzyiqi təbii olaraq daha yuxarı olacaqdır bizdən. Ondan yana bu xəstəlikdə qısa boylular avantajlıdır, uzun boylular dezavantajlıdır. Təkrarlayan çoxlu hamiləlik. Yəni, məsələn, hamilələrdə bu xəstəlik daha çox, bəzən, nə bilim, insan var, 10 dənə uşağı var. Yəni, bu 10 hamiləlik keçirmiş bir xanımda bu varikozun ortaya çıxmaq ehtimalı daha yüksəkdir. Səbəb olaraq da qarınçı təzyiq artır. Qarınçı təzyiq artıran hər şey venoz diametrin artmağına kömək eləyir, səbəb olur. Yəni, məsələn, qarınçı təzyiqin artdığı vəziyyətlər, yəni fiziolojik olan, məsələn, hamiləlik, ya da adam var, deyir, mən da idman eləyəcəm, ağırlıq qaldıracam. Hər ağırlıq qaldırdıqca ıqqındıqca qarınçı təzyiqi artırır, yəni valsalva eləyir və valsalvada da təbii ki, damarların üzərinə daha çox təzyiq mindirir. Bu damarların da divarları elastikdir, amma elastikiyyət bir yerə qədər. Çünki elastan dediyimiz maddə var damarın tərkibində, divar tərkibində var olan bir şeydir. Həmin o elastin yarılanma ömrü 40 ildir. Yəni və ortalama da 4-5 yaşdan sonra artıq sintez olunmur. Yəni anadan gəlmə nə varsa onunla idarə eləməyə çalışırıq. Ondan yana yaşlandıqca dərimiz qırışır. Niyə? Çünki elastin toxumanın miqdarı dərimizdə də azalır. Yarılanma ömrü 40 ildir. 40 il içində bu azala-azala getdiyi üçün damar divarımızın da elastiklik verən maddələr azaldığı üçün damar divarımız genişlənməyə başlayır. Məsələn, aort anevrizmalarının təməl səbəbi budur məsələn. Təzyiq yüksək olur, elastikiyyət itir, təzyiq altında balon kimi şişir. Venalarda da aşağı-yuxarı eyni mexanizma işləyir. Ondan yana qarınçı təzyiq artırsa, qarınçı təzyiq artandan əlavə təzyiq artıran şeylərdən biri çox ayaq üstə qalınan bir işdə işləyirsə, adam aşpazdırsa, cərrahdırsa, müəllimdirsə, davamlı işi, nə bilim, ayaq üstə iş görən bir yığın insan var. Bunların hamısının risk altında olurlar. Yəni əsas belə ağla gələn səbəblər bunlardır. Bir də təbii ki, yəni bunun başqa səbəbləri də əlavədən bunlar nadir görülən şeylərdir. Nə bu məsələn deyək ki, radioterapiya alıb, damar divarı o şüalanmadan zədələnir, tamam varikoz olur. Ya da bir qəza keçirir, ya da iatrojenik bir əməliyyat olur. Həmin əməliyyatdan sonra venası müəyyən bir yerdə daraldılmış olur. Aşağıya təzyiq çıxış dardır. Keçiş çətindir, aşağıda təzyiq artır deyinə, təzyiq basır damar divarını, damarın diametrini genişləndirir. Bu da diametri genişləndiyi kimi də qapaqlarda çatmamazlıq yaranır. Çünki venalarımız qanı ayaqlardan ürəyə aparır. Ayaqlardan ürəyə qanı aparmaq demək də çox çətin bir məsələdir. Çünki ürəkdən ayağa gətirmək asandır. Bir əlində maye var, yuxarıdan aşağı özünü buraxsan gedəcək o. Hətta yetmir, arxasında ürək kimi də bir pompa var, bir nasos var. Ürək basır, qanı ayağa qədər göndərir. Amma indi maye var, bu aşağı axmağa çalışan bir şeydir və sən bunu ayaqdan ürəyə geri qaytarmalısan. O ayaqdan ürəyə gediş-qayıdış passiv bir qayıdışdır. Arxada bir pompa yoxdur. Orada da pompa görəvini nə görür? Bizim ayağımızın əzələləri, sümüklər. O da nə olur? Əzələ hərəkət elədikcə venalar sağılır, sağılma hərəkətindən qan yuxarı ürəyə doğru qayıdır. İndi bu qan yuxarı doğru bir dəfə sağdı bunu, sıxdı. Qan yuxarı getdi. Buraxan kimi geri qayıdacaq. Geri qayıtmasın deyə də damarın içində qapaqlar var. Bu qapaqlar aşağıdan gələn təzyiqlə açılırlar. Yuxarıdan geri gələn qan bunun cibini dolduraraq bu qapaqları ağız-ağıza bir-birinə sıxır və qan geri qayıtmamış olur. Bu qapaqların tutmağı nəticəsində də qan əslində pilləkən dırmaşırmış kimi, nərdivan dırmaşırmış kimi qapaq-qapaq yuxarı doğru ürəyə qədər çıxmağa çalışır. Bu qapaqların da kökləri, divləri damarın iç divarına yapışıqdır. Damarın diametri təzyiq altında artınca qapaqlar da bir-birindən uzaqlaşmağa başlayır və bu qapaqlar yuxarıdan gələn qanı tuta bilməməyə başlayır. Biz də bunun adına reflüks deyirik, geri qaçış ya da çatmamazlıq, varikoz xəstəliyi işte. Yəni olan hadisə, o reflüks dediyimiz hadisə budur. Həmin o qapağın qanı tuta bilməməyindən qaynaqlanan səbəblərdir. Amma o qapağın o qanı tuta bilməməyi üçün də
əvvəlcə danışdığımız faktorların rol oynamağı lazımdır. Damar divarını zəiflətməyi ya da təzyiq altında genişləndirmək lazımdır. Doktor, çok güzel açıklama verdiniz. Yani çok sağ olun. Bence yeterince bir anlayış oluşacaktır burada. Yani hekim olmayan insanlar için. Genetik faktör biraz takıldı kafama. Genetik faktörde mesela ne etmelidir? Diyelim ki anasında, atasında, ailede bir genetikte var. Varikoza yatkınlık var. 30 yaşına geldiğinde bir sinyaller artık yanmaya başlıyor. Yani artık şey vermeye başlıyor. Ne etmelidirler ki en azından ne bileyim ya geciktirsinler varikozun olmasını ya da tamamen varikozun olmağının qarşısını alsınlar. Əslində varikozun olmağının qarşısını almaq bugün imkansıza yaxın bir şeydir. Varikoz əgər Olacaqsa olacaq. Planlanırsa olacaqdır. Amma gecikdirmə kimi müəyyən müalicələr var. Biz xəstələr də bunları veririk. İndi damar təbii ki, damarın yenə başa patofizyologiyaya qayıdaq. Damarın içərdən bir qan kütləsi var, hidrostatik bir təzyiq var və bu təzyiq damarın iç divarından bu damarı çölə doğru itələyir. Şimdi biz bu damarı, bu arada şimdi dedim, geri demiyorum. Keserler orada. Tamam. İndi biz bu damarı tutup özünü, birebir özünü çöldən içəriyə doğru sıxa bilmədiyimiz üçün, çünki onun yolu yoxdur, biz nə edirik? Bütün ayağı çöldən təzyiqlə sıxırıq, çünki o ayaqdakı ən yumuşaq şey həmin damardır. Və həmin damar sıxılmış olur çöldən içəri doğru ki, içərdən çölə də qan təzyiqi sıxırdı onu. Təzyiqləri tarazlamağa çalışırıq və çöldən içəri sıxınca da, çöldən içəri sıxanda qapaqlar koaptasiyaya başlayır. Yəni əslində bu qapaqlar ayrılmışdı bir-birindən. Biz çöldən təzyiq yaradaraq bu qapaqları bir-birinə toxundurmağa çalışırıq ki, qaçağı ortadan qaldıraq. Qaçaq da ortadan qalxınca qan yuxarı doğru getməyə başlayır və yuxarı doğru gedincə də aşağıdakı təzyiq itmiş olur. Qorunmanın ən gözəl yollarından biri varikoz corablardır, kompresiya corabları. Bir də təbii ki, damar divarında olan iltihab reaksiyaları azaltmağa yönəlik müalicələr var. Diosmin kimi müəyyən molekullar, dərmanlar var. Onlardan istifadə edirik. Və təbii ki, bununla əlavədə ən gözəli idman. Amma idman dediyimiz, yəni təbii ki, gedib ağırlıq qaldırmaq deyil. Həyat tərzini dəyişmək, yerimək. Məsələn, yeridiyimiz zaman aşağıdakı o əzələlərdə sağma hərəkəti artır deyinə. O sağma hərəkəti qanı yuxarı doğru pompalamağa başlayır. Ondan əlavə ayağımızın əzələləri gücləndikcə damarın o bizim verdiyimiz yapay olaraq çöldən içə verdiyimiz təzyiq də əzələlər tərəfindən sağlanmış olur. Əzələ tonusu artdığı üçün əzələ bu səfər özü damarın divarını dışarıdan çöldən içə doğru sıxmağa başlayır. Yəni ayaq gücləndirici egzersizlər, yəni idman da bunda faydalıdır. Və təbii ki, aşağı ətrafların artıq ödəmlənirsə, o bölgədə su yığılırsa, yəni dekompresiyası da, yəni ki, oranın o suyun oradan yəni çıxardılmağı da önəm daşıyır. Orada da artıq devrəyə siz girirsiniz. Siz müdaxilə edirsiniz. Artıq çarə də qalmayanda biz həmin damarı ləğv eləyərək biz müdaxilə eləmiş oluruq. Doktor, damarı ləğv elədikdən sonra diyelim ki bir parçasını götürdük. Ondan sonra orada ne olur? Yani damarı götürdük. Yani damar yandan özüne yol açır ya necə bir şey olur? Əslində bizim bu əməliyyatlarda götürdüyümüz damarlar səhti venalardır. Dərin venalar olduğu kimi işinə davam eləyir. Dərin venalarda qaçaq ehtimalı hər zaman səhti venalardan daha azdır. Çünki dərin vena adı üstündə dərindədir. Və dörd bir tərəfi başqa toxumalarla çevrələnmiş durumdadır. Ondan yana onun genişləyəcək, belə özünə yer eləyib açıla biləcək çox yeri yoxdur. Orada artıq tamamən qapaq hasarı, yəni qapağın destruksiyası funksiya oynayır. Onun çatmamazlığı üçün o lazımdır.
Biz damarı əvvəllər təbii ki venostraktorla, yəni belə cəmaatın loru dilindən desək, içindən tel salırdıq, o bir tərəfdən atıb bu tərəfdən çıxardırdıq falan, damarı belə soyup yerindən çıxartmış olurduq. Amma indi elə deyil. Tıxanmış şeyləri belə boruları yox. Bildiyin həmin borunu tamamən çıxardır. Amma indi artıq lazerlə icra edirik bu əməliyyatları. Lazerdə iynə vasitəsindən, hani Seldinger yöntəmi deyirlər. Belə öncə iynə ilə girirsən damara, iynənin içindən tel göndərirsən, iynəni çıxardırsan, telin üstündən daha qalın bir kanül göndərirsən, sonra teli çıxardırsan, içindən kateteri göndərirsən. Bu şəkildə Seldinger yöntəmindən damarın içinə daxil olursan və damarı içərdən istilik verərək yandırır. Yəni öz üzərinə büzərək əməliyyat edirik və damarı o şəkildə ləğv edirik. Sonra xəstələrdən də bəzi təbii ki, indi sizin soruşduğunuz suala qüvvət belə soruşurlar ki, bəs yaxşı, bax, indi bu damarı sən çıxartdın, yaxşı elədin, sonra nə olacaq? Və mənim başqa hansı damarım işləyəcək və bu nətər olacaq deyir, sual verirlər. Əslində onlara da belə başa salmağa çalışıram ki, fikirləşin ki, aşağıda bir hovuzunuz var, yuxarıda da bir su çəniniz var, məhləmizdə. Siz hovuzdan su çəninə su vurmağa çalışırsınız. Yuxarı doğru su göndərməyə çalışırsınız. 6 dənə ayrı borun var əlində. Bu 6 borunun hər birinin motoru var və bu borularla çənə su vurursan. Amma bu borulardan birində bir problem var. Pompası, nasosu işləmir. 5 dənə boru ilə vurduğun su çəninə vurduğun su bir miqdarı o yüksək təzyiqlə yuxarıdan aşağı o bir xarab boru ilə geri gəlir. O borunu düzəltmə imkanımız yoxdur. Ən yaxşı variant olaraq əldə nə var? Həmin borunu ləğv eləmək. Tamam da, yəni bu zaten, yəni belə baxanda aşağıdan yuxarı su vurmaq çətindir. Yəni 2-3 dənə borunun yuxarı apardığını bu tək başına pasiv bir şəkildə sırf yerin cazibə qüvvəsindən hovuza geri qaytarır. Onu bağladığın zaman təbii ki, yuxarıdakı çən daha tez dolacaq. Aşağıdakı hovuz daha tez boşalacaq. Ondan yana bəli, burada alternativ damarlarımız var, dərin venalarımız var, qanı onlar daşıyır. Başqa əslində venoz anatomi çox belə konneksiyonlu, anastomozlu bir anatomiyaya sahibdir. O qan mütləq şəkildə bir yolunu tapıb yuxarı çıxır. Ondan yana həmin damarı ləğv eləməklə biz əslində qanın yuxarı, çünki xəstəyə də biraz agah olmur. Yəni xəstə deyir ki, qardaş, damarı, yəni bu qanı yuxarı çıxardan bu damardır. Bunu da sən aradan götürsən, sonra deyirsən ki, qanın indi daha yaxşı çıxacaq. Çıxardan şeyi götürdün, sən bu nətər çıxsın? Amma orada da cavab budur ki, əslində çıxardan çox var. Bu çıxartmaq yerinə geri indirir. Ondan yana biz bu damarı ləğv edirik ki, aranı qarışdırmasın da, emmə az olsun, qoy hamısı çıxsın. Ondan yana əslində bizim cərrahiyyədə elədiyimiz şey bundan ibarət, başqa bir şey yoxdur. Danış da abi, danış. Sən danış. Fizioterapevt sənsin, biraz da sən danış, sənin ağzın yorulsun. Hocam, bayaqdan bütün sualları sən versən, mən də sənə bir sual verim. Biz xəstələri baxırıq, lenfödəm, lipoödəm ya da daha fərqli xəstələrimiz olur ki, bu xəstələri pre-op, bəzən post-op, bəzən heç əməliyyat eləmədən bu xəstələri sizə göndəririk. İndi mənim də sualım belə olsun, yaxşı, bax, bu xəstələrə siz fizioterapevt olaraq tam olaraq nə edirsiniz? Məsələn, lenfödəmə, lipoödəmə yanaşmanız necə olur? Bunlarda nə cür müalicələrdə nələr eləyirsiniz? Və təbii ki, məsələn, bizim orada ən çox istədiyimiz şey xəstənin ayağının şişdiyi getsin, ağrısı azalsın, şikayətlərini azaltmaqdır dərdimiz və təbii ki, nisbətən xəstəliyindən azad olmağına çalışmaqdır. Şikayətlərinin kökündən çözmək yolu varsa kökündən çözmək, yoxdursa da ən azından semptomatik bir müalicə verməkdir. Yəni biz o niyyətlə xəstələri sizə göndəririk. Bəs yaxşı, indi siz deyə bilərsinizmi ki, siz nələr eləyirsiniz bu xəstələrə? Şimdi hocam, bizim işləyişimiz tabii ki sizin damar cerrahlarının diagnoz koyduktan sonra xəstəyi bizə yönləndirərək
Mesela əməliyyat öncəsi də göndərə bilərsiniz. Bəzi xəstələr olur ki, əslində belə bir xəstəmiz olub sizinlə. Məsələn, bəzi xəstələr olur ki, ya ödəm çoxdur, əməliyyata hazır deyil, əməliyyata götürmək riskli olur. Onu biz əməliyyata hazırlayırıq. Həm əzələ gücünü, o az öncə sizin də dediyiniz kimi yəni onu əzələ gücünü artıraraq pompayı aktifləşdirmək, oradakı ödəmi çöldən müdaxilə ilə, yəni əllə müdaxilə ilə, limfadrenaj masajı ilə orada damarın işləyişinə kömək eləmək. Tamamən ən azından belli bir səviyyəyə qədər oradakı ödəmi azaltdıqdan sonra geri göndəririk ki, əməliyyata hazırdır. Təbii ki, buna siz qərar verirsiniz hazır olub olmadığını, amma biz orada belli bir şeyi azaltırıq. Əməliyyatdan sonra isə erkən mobilizasyon, yəni xəstənin bir an öncə normal həyatına geri qayıtmaq istəməsi və bir çox əməliyyatda insanlar bir an öncə normal günlük yaşam tarzına geri qayıtmaq istəyirlər. Biz burada, sizin əməliyyatlardan sonra biz burada müdaxilə edirik. Yenə burada əzələlərin gücü ilə, limfadrenaj masajı ilə və ya əgər çox ciddi isə burada presoterapiya, yəni bu masaj aparatı deyək, onunla müdaxilə edərək belli bir səviyyədə orada həm əzələ gücünü arttırıb, həm də damarın aktivləşməsini, az öncə o sizin götürdüyünüz boruyu götürdükdən sonra digər damarların götürülən damarın yerini əvəz etməsinə bir nəvzə kömək eləmək. Bəs yaxşı, lenf ödəmi olan xəstələrdə əlinizə sağlıq. Mən çox olub xəstəmiz elə göndərmişik sizlərə. Xəstənin ciddi şəkildə şişlikləri azalıb, ciddi bir şəkildə ödəmi ortadan qalxıb. Bəs məsələn, deyək ki, biz də bilirik ki, əslində lenf ödəminin yaranma səbəblərindən biri limf nodlarının, yəni əslində limf ödəminin iki növü var. Konjenital var, edinilmiş var, yəni sekonder ikincili var. Primer olan, yəni konjenital olan lenf yollarının anadan gəlmə qüsurlarından qaynaqlanır, qabaca desək. Əslində orada da altda yatan bir çox xəstəlik növü var. Amma məsələn, sekonder olanlarda da ya radioterapiya almış olur, ya bir infeksiya qaynaqlı lenf nodu şişir, sonra oklüda olur, limfadrenaj sağlanmır. Yəni, məsələn, bu xəstələrin gəldilər sizdə müalicələrini deyək ki, 2 seans, 3 seans, 5 seans hər nəsə aldılar. Amma məsələn, bu xəstə artıq indən sonra deyək ki, 40 il həyatı var. Bu 40 il boyunca sizin fizioterapiya sonrasında ona verdiyiniz müalicələr ya da tövsiyələr daha çox nələr olur? Çox gözəl sualdır. Əslində, bir çox xəstə ilə qarşılaşdığımız problemlərdən birisidir. Niyə problemdir? Biz 10 gün, 15 gün neysə müalicə edirik və orada deyək ki, şişi azaltdıq. Bunun geri qayıtma ehtimalı yüksəkdir. Çoğunluqla. Biz burada tamam xəstəyə eğitim veririk, yəni öyrədirik. Həm varikoz çoraplarının düzgün geyinilməsi, həm lenf ödəm bandajlarının düzgün sarılması və onu artıq xəstə özü öyrənməlidir bir yerdən sonra. Çünki dediyiniz kimi ömrünün sonuna qədər bəzi durumlarda ömrünün sonuna qədər bunu olunmalıdır. Bunu da hər gün ömrünün sonuna qədər müalicə yerinə ya da bir yerə bizə gələ bilməyəcəyi üçün bir yerdən sonra ona eğitim veririk xəstələrə. Əslində əsas müalicə yöntəmi də bizdə budur. Yəni xəstəyi onunla yaşamaya öyrətmək lazım. Başa düşdüm. Yəni xəstə onunla yaşamaq öyrənir. Məsələn, limfodrenaj aparatını məsələn alır artıq özü masaj. Yox, limfodrenaj aparatı çox fazla istifadə etmirik biz. Daha çox burada ilk başda müalicəyə gəldiyində biz orada tamamilə əllə, manual yöntəmlərlə biz orada müdaxilə edirik.
Sonra diyelim ki belli bir seviyeye getirdik, azalttık ödemi. Ondan sonra bandaj, lenfödem bandajları olur. Biz o bandajın doğru sarılmağını, istifadesini öğretirik hastaya. Ondan sonra özü devam edir. Hocam, damar problemleri belli bir derecede ağrı verir. Biz bu ağrıları necə ayırt edə bilərik ki, bu damar bizim diyelim ki evdə otururuq ya da normal həyatına devam eden bir insana ayaqlarında ağrılar başladı. Bunu yəni damar problemi midir? Yəni doğru bir həkimə müraciət etməsi üçün nələri bilməlidir? Yəni hansı ağrılar damar problemidir deyə bilərik? Biz əslində bununla əlaqəli çox daha əvvəllər danışmışıq, anlatmışıq, amma bizim Azərbaycanda da belə bir şey var da. Nə bilim, adi bir maşın almağa getsən, yanında kimsə götürürsən ki, qoy o da baxsın. Adi bir şey almağa getsən, bir qohumdan, qarabadan soruşsan ki, qardaş, bəs belə bir şey var, siz nə deyirsiniz? Yəni bizim Azərbaycanda nədəndirsə məsləhətli dongen olar söhbətindən yola çıxaraq hamı bir-birindən məsləhət verib, məsləhət alıb belə iş görürlər. Ondan yana hər nə qədər biz xəstələrə damar ağrılarının hansılar olduğu, hansılar olmadığı yönündə dəfələrlə video çəkmiş olmağımıza baxmayaraq, xəstələrdəki ümumi yanaşma əşi, ayağımda ağrı var, gedəcəm indi deyəcək də bu damardı deyil deyə. Mən özümü niyə yoruram ki? Məntiqinlə hamısı gəlir. Gəlsinlər biz deyək, yəni yormasın. Ondan yana da elə biz məsələn bir gündə elə olur ki, 100-ə yaxın xəstə qəbul eləyirik və bunlardan demək olar ki, ən çox olsa 20-25 dənəsi bizə aid olur. Geri qalan tamamilə bizlə əlaqəsiz xəstələr olur. Travmatologiyaya aid olur. Məsələn, adamın oynağında yəni iltihaplı artriti var. Baya iltihaplı artriti var yəni. Adam belə ayağına toxunmaq olmur. Amma adam gəlir ki, bu damardandırmı? Baxırsan, deyirsən deyil. Deyil deyəndə İnandırmaq da çətin olur. Bir də indi təzədən iş bununla bitmir. Həqiqətən onun damardan olmadığına da onu inandırmağın da lazımdır. Çünki biraz şübhəli yanaşır ki, nətər deyil, dedilər ayaq ağrıyanda damardan olur. Yəni xəstəyə də başa salırsan ki, sənin ayağın damardan ibarət deyil. Damar dediyin şey sənin ayağının toplamda 1% ya var ya yoxdur. Oynaq var, əzələ var, sümük var, nə bilim sinir var, dəri var. Yəni bir yığın şey var ayağında. Yəni sən də tutturubsan ki, yox bu damardır. Lenfödemlə gəlir xəstə. Mən onu fizioterapiyaya göndərənə qədər ağla qaranı ayırd edirəm. Ya da məsələn xırda bir şey olur, deyirsən yenə də mənə bir Doppler elətdir görək hələ. Deyirsən ki, ya ana, sənin dizlərində artrozun var, artrozun 4-cü dərəcədir. Sən gedib MRT də çəkdiribsən, KT də çəkdiribsən, hər şeydən keçibsən və adam da saat dilinlə deyib ki, sən əməliyyat olmalısan. Sən tutturubsan ki, yox da bu elə damar ola bilərmi görən? Ya deyil. Ondan yana da amma yenə təkrar demək, yəni təkrarın ziyanı yoxdur. Onu da deyək. Damar ağrıları əslində ayaqda damarları hani biz qan dolaşımı olaraq ikiyə ayırırıq, amma əslində 3-dür. Bu üçün biri arteriyadır, biri venadır. Hadi üçüncü də lenf damarlarıdır, limfa sistemidir. Arteriyaların ağrısı venalardan fərqli olur. Arteriyalarda daha çox daralma problemi olur, anevrizma problemi olur. Arteriyalarda məsələn yeriyir xəstə, bir 100 metr yeriyəndən sonra, 100 metrdən sonra xəstənin ayağı topallamağa başlayır. Ayağın baldır bölgəsində çox ciddi ağrılar başlayır, şiddətli ağrılar və xəstə dayanır. Ya belə ayaq üstə yolun ortasında dayanır, gözləyir, ya bir yerə oturur, gözləyir. Çünki bir-iki addım daha atsa ağrıya dayana bilməyəcək. Səbəb olaraq da əzələ işləyir. Əzələ işlədiyi üçün ona oksigen lazımdır. Oksigeni gətirən şey qandır. Qanı gətirən şey arteriyadır. Arteriyasında da daralma var. Daralma olduğu üçün qan gəlmir. Qan gəlməyincə oksigen gəlmir. O oksigen aclığınla əzələdə artıq dayan deyə
bizim normalda hüceyrələrimizin içində glikoliz deyilən bir şey var. Yəni oksigensiz enerji istehsalatı və həmin o oksigensiz enerji istehsalatı olanda həmin o glikolizin sonunda laktik asid deyilən bir şey istehsal olunur. Laktik asid ifrazı artır. Bu da sinirlərdə ciddi, əslində bizim yorğunluq hiss eləməyimizin səbəbi laktik asidin vücudumuzda artmağıdır, birikməyidir. Həmin xəstədə də oksigen az gəldiyi üçün həmin əzəliyə, həmin əzələ oksigensiz ATF sintezinə gedir və laktik asidi çox yığıldığı üçün şiddətli ağrılar hiss eləyir. Oksigen aclığı yaşayır o əzələ. Xəstə durur, gözləyir, 10 dəqiqə dincəlir, 10 dəqiqədən sonra yavaşcadan başlayır təkrar yeriməyə. Məsələn, bunu arterial xəstəliyi olan hamı, yəni ki, düzdür, ilk başda bu məsafə pozulmur, amma get-gedə bu məsafə düşməyə və qısalmağa başlayır. Bu da kimdə çox olur? Şəkər xəstələrində çox olur, siqaret çəkənlərdə çox olur. Zaten belə baxanda bu xəstəliyin hardasa 78-80%-ni sırf şəkər xəstələri və siqaret çəkənlər təşkil edir. Ateroskleroz dediyimiz, arterial ateroskleroz dediyimiz xəstəliyin ağrısı bu şəkildə olur. Və təbii ki, dırnaqlarda deformasiya olur. Ayaqlarda ilk başda ən lazımsız şeylər aradan çıxardılmağa başlanır. Çünki bu şey kimidir, hani bədən oksigen qida lazımdır, bu oksigen qida gəlmir. Gəlmədiyi üçün nə etmək lazımdır? Yeyən tərəfin boğazından kəsməlidir. Hətta bir yerdən sonra bəzilərini qurban verməlidir. Məsələn, onun üçün ən lazımsız ayaqda deyək tüklərdir. İlk başda tüklər tökülməyə başlayır. Xəstə gəlir ki, ayağımın tükləri tökülür. Ayağın tükü niyə tökülür? Çünki artıq bədən deyir ki, mən daha həyati şeylərim var. Onlara mən oksigen çatdıra bilmirəm, qida çatdıra bilmirəm. Bir də mən tükü bəsləyəsi deyiləm yəni. Ondan yana tüklərin bəslənməyi pozulur və tüklər tökülməyə başlayır. Sonra dırnaqlar deformasiya olunur. Sonra yavaş-yavaş dəridə pozğunluqlar olur və ayaqda ümumi atrofiya yaranır. Yəni baxırsan ki, ayaq belə çubuq kimi qalıb, yəni incəlir ayaq. Çünki əzələ də, başqa toxumalarda qida gəlmədiyi üçün öz kütləsini azaltmaq yoluna getməyə çalışır. Yəni nətər ki, indi yemək azalanda arıqlamırıq. Eyni şey, qan da gəlmədi, yemək gəlmədi, oksigen gəlmədi, həmin bölgədə arıqlamağa başlayır. Xəstə deyir ki, ayaqlarım get-gedə nazilir. Bu da dediyim kimi, yəni o xəstələrdə bəzən davamlı ağrılar olur. Sonra ayaqlarını aşağı sallayırlar, belə yelləndirirlər bu şəkildə biraz belə rahatlatmaq üçün. Amma onların ağrısı həqiqətən çox şiddətli olur və dəqiq yerini tutdura bilirlər ki, məndə filan yer ağrıyır və hərəkətlə artır. Venoz xəstəliklərdə də stazdan yana ağrı olur. Künt ağrılar olur, belə kəskin olmur, ani olmur, akut olmur. Xəstə gün boyunca gəzir, dolanır, o ayağındakı o təzyiqi artırır. Artıq axşam o təzyiqə məruz qalmış toxumalarda sirkulyasiya biraz pozulmuş olur və o halda xəstə axşam evə gələndə deyir, elə bil ayaqlarıma qara su enib. Ayağını oxaladır, nə bilim qaldırıb divara qoyub, əslində təzyiqi orada yığılan qanı boşaltmağa çalışan var. Bunu da belə instinktlə edir də, yəni ki, bilərək elə elmi bir şey yoxdur. Yəni adamın elmi bilgisi yoxdur. Ki, həqiqətən əslində ayağını yuxarı qaldıranda bu adam rahat deyəcək, yəni bu qarantidir. Venoz boşaltma eləyir əslində. Amma məsələn, adam belə yoxlaya öyrəndiyi odur ki, mən ayaqlarımı evə gələn kimi qaldırıb divara qoyuram, belə rahat deyil, yoxsa rahatlamır. Və yerini lokalizə eləyə bilmir. Xəstə deyənmir ki, indi mənim buram ağrıyır. Yəni, ən çox ayağın iç və baldırdan aşağı tərəfləri künd, zonqlayan ağrılar olur və dediyim kimi xəstə davamlı ovuşdurmağa çalışır. Doktor, bir sual verim. Venöz diyelim ki bir ödem başladı orada ayaqda. Onu mesela ev ortamında özü-özünə masaj eləmələri nə dərəcədə düzgündür? O deyirsiniz mesela yuxarıya, evdə ayaqlarını yuxarıya qaldırır. Mesela evdə ya da evə masajı çağırıb ayaqlarını masaj elətdirirlər. Belə bir şey deyim. Təkcə dərdi olsa o problem deyil. Yəni tək ki hamı evinə masaj eləyən çağırsa
masaj elətdirsə, tək dərdimiz bu olsa, nələr eləyən var. İndi o masaj elətdirmək böyük bir məsələ deyil yəni. Yəni nə bilim, zəli qoyduran mı deyirsən? Yəni ayağına zəli qoydurur adam. Bir neçə dənə otu qaynadır, bişirir, ayağına sürtür. Bir də ən moda şey. Hər görəndə, yəni artıq alışa bilmirəm herhalde onu. Hər görəndə özümü saxlaya bilməyib güldüyüm şey yod kletkası. O temadır da, o belə çox məşhur və trend olan bir şeydir. Yəni bir şeydən asılı olmayaraq, cinsiyyətindən, kimliyindən, harda yaşadığından asılı olmayaraq, nədənsə hamı bu yodu alır, tak ayağını bir cızdayır, belə rahatlayır psixolojik olaraq. Evə masaj eləyən çağırmaq. Ən masumu mu? Evə masaj eləyən çağırmaqda. Əslində belə deyim, daha bəlkə də aralarında ən xeyirlisi odur deyə bilərəm. Yəni ən azından nəsə bir şey fayda sağlayır, əldə eləyirsən yəni, rahatlayırsan. Amma indi belə də bir şey var ki, evdə masaj elətdirmək, zəl qoydurmaq, ondan sonra nə bilim gicikkən kolu qaynadıb ayağını onun içinə qoymaq, suyuna qoymaq. Nə bilim, bunların hamısı plasebodur. Yəni adam psixolojik olaraq rahatlamağın yolunu axtarır. Və ona görə o onu rahatladır. Mən maksimum səviyyədə xəstənin əlindən özünün alışıq olduğu adət ənənəsini almamağa çalışıram. Deyirəm, sən tamam, gicikkən kolunu qaynat, ayağını da qoy. Yaxşı olur, deyir doktor, super olur. Tamam da adam zaten deyir ki, mən bundan super oluram. Arxa planda mən öz işimi görürüm. Deyirəm ki, gicikkən kolunun yanında bu dərmanı da içsən, lap əl olacaq. Beləliklə, mən öz işimi də görürəm. O xəstənin də özünü rahatlatacağı o plasebo effektlərini də əlindən almamış oldum. Evdə masaj, təbii ki, lenfodrenajiyada bunu evdə eləməyin çox da yolu yoxdur. Yəni, bunun üçün gərək bu işdə ustalaşmış bir olasan. Bu biraz da şey oxşuyur da hoca. Elə bil ki, nə bilim, mən gedirəm, belə baxıram. Mən beyin əməliyyatı izlədim, artıq evdə gedib filan kəsə əməliyyat eləyə bilərəm. Belə bir məntiqdir. Yəni, əslində təbii ki, olmaz. Amma indi nağaraq, yəni adam deyək ki, Daşkəsən bir kəndində yaşayır. O hər gün sənin yanına gələ bilir. Yəni, ya imkanımı çatmır, ya nədirsə. İndi ona da desən ki, yox, səni öydə oxalamasınlar, xətrinə dəyir. Ondan yana, təbii ki, ən effektiv, ən doğru olan, yəni əni, fizioterapiya mərkəzində bunu uyğun olan müalicəsi nədirsə onu almaqdır. Bunu əslində o xəstə də bilir. Amma indi nə bilim, hər hansı bir səbəbdən əli həkimə çatmayanda evinə masaj eləməyə adam da çağırır yəni. Onu da çox eləyə biləcək bir şey. Amma təbii ki, evə çağırılan Fatma xala indi bu işin uzmanlığını oxumuyur. Yəni, hoca baxın, bugün hələ də sınıqçı deyə bir şey varmı? Var. Bu travmatologiyayı səhvdirmi deməkdir? Ya da onda travmatolog olmasınmı deməkdir? Yoxdur. Amma o sınıqçıların da əyri, yaxşı, pis, kiminsə nə bilim uşağının qolu hardasa qırılanda, əli heç kimə çatmayanda mədəd umduğu adamdır da. Yəni durub indi düzdür. Yəni bilmirsən, bir travmatoloqa desən, sınıqçı deyə ağlı başından uçur ki, siz nətər ki, mən zəliyə reaksiya verirəm ki, siz adam ayağına zəli qoydurar falan. Amma indi yəni abi, bundan da bu adam xeyir görür. Plasebo etkisi. Nəysə. Yaxşı olduğunu düşün. Ondan yana da məsələn mən durub ümumi olaraq hamının yerinə qərarlar verməyim ya da qərarlar səsləndirməyim də absurd olar. Çünki bu əslində bir növü bəlkə də kiminsə rahatlatdığı bir yöntəmi onun əlindən alıb yerinə bir alternativdə vermədən başlı-başına buraxmaq kimi olar. Amma təbii ki, örnək verirəm, bizim bir uşaq var idi, da belə var idi, evdə də belə var idi deyəndə qəribə çıxdı. Bizim bir uşaq var, bu anadan olanda boynu əyri idi. Tortikollis mi var? Tortikolisi var idi. İndi məsələn onu mən evə
masör gətirib masaj da elətdirə bilərdim, amma mən də həkim olaraq bilirəm ki, o onunla düzələsi şey deyil. Ondan yana fizioterapiya aparırsan, fizioterapiyada o boynu düzəltdilər. Çox da effektiv oldu, çox da yaxşı oldu. Biz də sonucundan da məmnun olduq. Fizioterapiyanın indi təbii ki, yerini başqa şey tutmaz. Fizioterapiya elmi olaraq təsdiqini tapmış bir müalicə yoludur. Amma indi yəni dediyim kimi də evə masajist gətirməyin falan deyə də bilmirik də. Adam könlü istəyir gətirir. Nə edəsən? Elə sən türkçə denən, hamısı alışıb türkçə danışmağa. Aşağıda soruşuram, Ramazan deyir türk. Hə. Allah Allah. Hiç Türkçe'de danışmamışam onlarla vallahi. Heç, sən türkçəni bilirsən ki, danışasan, Allah eləsin. Sən türkçə danışsan da hər yerdə. Doktor çok sağ olun. Davetimizi kabul edip geldiğiniz için. Çok hoş bir sohbet oldu. Çok hoş oldu. Sizinle birlikte bir məlumatlandırdık. Bir sonraki daha farklı bir platformda, daha farklı bir yerde yine milletimiz için bir bilgilendirme, məlumatlandırma edərək diyeyim. Mən təşəkkür edirəm sizə, məni dəvət elədiyiniz üçün və xoş söhbətiniz üçün. Çox sağ olun, var olun. Məncə hər kəsə xeyirli olacaq deyə düşünürəm. İnşallah.